Salam, xoş gördük, hörmətli abituriyentlər. Bu dəfəki dərsimiz feodal dövlətlərdir. Biz buna qədər müxtəlif xəritələri ibtidai icma dövründən izahlarını çəkib YouTube səhifəmdə paylaşırdım və bu gün də bu testi paylaşacağam. 859-cu ildə Məhəmməd İbn Yezdin öz iqamətgahının köçürdüyü şəhər bizdən tələb olunur. Biz əvvəlcə testin şərtinə uyğun olaraq şərti işarələnmiş ərazilərə diqqət edək ki, görək Məhəmməd İbn Yezdin 859-cu ildə iqamətgahın köçürdüyü şəhər hansı şəhərdir? Bunu bilməkdən ötürü biz əvvəlcə test vəsaitdə xəritələrin üzərində işləməyi bacarmalıyıq. Ondan sonra şərti işarələnmiş ərazini biz təyin etməliyik. Biz şərti işarələnmiş əraziyə diqqət eləsək, vəsaitdən öyrənmişik ki, 859-cu ildə Məhəmməd İbn Yezdin iqamətini köçürdüyü şəhər Gəncə şəhəridir. Demək, şərti işarələnmiş ərazi də burada 5-ci əraziyə düşür və bu ərazi də bax budur. Testin variantına diqqət etdikdə cavab burada D variantıdır.